giyinsinlər, bəzənsinlər, qutarsınlar. Liseyə verdim, uşaqları liseyə verin. Mən Xırdalan büdcəsinə mənim gücüm çatır. Mənim başım üçün deyil şəhər məktəbində uşaq oxutdurmaq. Şəhər məktəbində uşaq oxutursam, gələk mən hər şeyimi satım, kirayələrdə, küçələrdə qalım. Mən pulum yoxdur, şəhər məktəbində mən uşaq saxlaya bilmərəm. Şəhər məktəblərin ingilis dilisi 150 manatdan başlayır. Mən ona pulum hardan? Azərbaycan dili ayrı 100 manatdır, riyaziyyat ayrı 100 manatdır. Mənim o pulum hardan? Hardan düzəldim mən o pulu? Nətər eləyim? Kart qoyum, siz saxlayasınız uşaqlarımı. Şəhərdə mənim nə işim var? Şəhərdə pullu adamlar qalır. Ər işləyir, özü işləyir, qaynanası oradan kömək eləyir, qardaşı oradan kömək eləyir, böyüdürlər uşaqlarını. Mənə kim dəstək olsun ki, mən 150 manata Rəhiməyə ingilis dili tutum, Raula müəllimə tutum. Bir dənə tədbir olur, bir dənə uşağa 50 manatdan pul yığırlar orada. Mən orada uşaq saxlaya bilmərəm axı. Hə, həm də Rəhimə lisey tərkibli də oxuyurdu, olsun. Liseydə dərs yaxşı keçirlər. İndi görüm də, bir də gördün Rəhiməni liseyə yazdıraram. Raul elə də lisey şeyində deyil. Hə, amma Rəhimədə o var. Görək də indi qismət. Mənim şəhərə köçməyə heç niyyətim yoxdur. Mən orada baş çıxarda bilmərəm. Belə də bura kət də deyil, rayon da deyil. Sonra bahatçılıqdır da, yəni nə olsun marketlər hamında eynidir. Amma bahadır da, yəni hazırlıq müəllimələri çox bahadır. Raul mənə oxşuyur, Rəhimə mənə oxşamır. Şəhərdə uşaqlar, məsələn 9, 10, 11, siz hazırlığı bir dənə uşağı 20 minə orada eləyərsiniz. Amma Xırdalanda 10 minə, 15 minə. Misal deyirəm, indi qədərini deyirəm. Şəhərlə buranın arasında çox fərq var. Orada müəllimlər bahadır. 7-dən də var lisey, hə, düz deyirsən. Yoxsa mən Yasamalda böyümüşəm də, gedərəm Yasamalda bir dənə ev tutaram 500 manata. Qalaram. Orada mən baş çıxarda bilmərəm. Tək olaram, hə, təkəm də. Amma uşaqla olanda özünüz bilirsiniz ki, çətindir. Sabitliyin xanım baxsın, niyə? Dodaq boyam Golden Rose 05. Yo, Rəhimə 4-də oxuyur, Raul 2-də. Xeyr, dodaq boyası salon. Ay xanım, səhifədə nömrə var. Salon nədir? Dodaq boyası nədir? Səhifədəki nömrəyə yaz. Bax, burada nömrə var, yaz ora. Xırdalanda ingilis dilin qiyməti 50 manatdır. Az dili riyaziyyat 50 manatdır, ikisi bir yerdə, 60 manat, lap. Bəli, Nərmin xanım, eləyirəm. Qiyməti 80-dir. Yaxınlıq olsa 70-ə də eləyərəm. Biraz uzaq olsa 80 manat. Dünən bir xanım var idi, onun dodağını elədim. Bu kimdir?
Buyur. Salam, buyur. Səhər açıldı da oğlanların sifətinə. Səhifədə əlaqə nömrəsi var, oraya yazın. Sıxda da. Vurdum. Bir tane dal verip sana bilmeyerek. Korona olsun. Bir tane dal verip sana. Botoks. Xanım, başına dönərəm, yorursan məni. Qurban olaram sənə. Mən qaş ustasıyam. Liner ustasıyam. Dodaq ustasıyam. Dodağa rəngli boyalar eləyirəm. Qaşa boya eləyirəm. Liner eləyirəm. Bu işlə məşğulam. Başqa mən kosmetolog deyiləm. Mən təhsil almamışam kosmetologdan. Yəni nömrəyə istəyirsə, dodaq rənginizi dəyişmək istəyirsə, qəşəng boyalar istəyirsinizsə, buyurun müraciət edə bilərsiniz. Səhifədə əlaqə nömrəsi var. Mən kosmetolog deyiləm. Mən görüb kosmetolog oxşayıram. Qaşı da 80 eləyirəm, dodağı da 80 eləyirəm. Yaxın əraziyə dodağı 70 eləyirəm. Uzaq əraziyə onu da 80 eləyirəm, çünki sərf eləmir. 20 manatlıq benzinim gedir. Buradan kimisə evinə gedirəm, oradan da qayıdıb gəlirəm. Yorulmuşam da onu görürəm. Saçın rəngindən yaxşı. Çox sağ ol ablam. Krem çok sıkılır yemem. Başım xotlanmır. Gözlə də bir dəqiqə gözlə. Xotlanmır, bir dəqiqə gözlə. Mən siqnal zad verməm, başım götürmür. İndi bu bəbil elədi. Sabah vaxt eləyim gedim, şimdi ayta tezsəmə. Xotlanmağa xoşuma gəlir.
Nervlərim yerində deyil. Yo, eybi yox, çıxıram. Görüm xodlanacaq. Bu gicliyi tutub. Kişi xeylağındaydır. Kişi xeylağı neynirəm mən səncə? Mənim kişiyə ehtiyacım var. Özüm уже kişiləşmişəm. Kişiləşmişəm, ay bacı, başım xarab olub, əsəblərim pozulub. Allah. Daha kişiləşmişəm. Kişiyə oxşayıram. Neynirəm kişini? Servisi neynirəm? Kimdən almışam, gedirəm ona. Mənə nə var? Sabah aparacağım. Bugün yox. Gözlüyorum tezden olur. Eləmişəm. Gözlə. Yo, bu kruz değil axı, kruzlar qızır.
Sabah apararım. Xotdanmır, xotdan. Kızdırma şeylerde olur uşaqlar. Kruzlarda. Bunda kızdırma olmur. Axı. Sanatalarda kızdırma yok. Söndürürəm, yandırırım. Baxın. Akkumulyatorundan değil. Görürmür. Bugün sürüp baxacağım da yine. Sanatalarda hele olur, bilmirəm. İnjektorun ışığı həmişə yanır da. İnjektorun ışığı çox maşınlarda yanır. Ben gözlüyüm yanacaq. Burnum, hə. Düşün də tez olun da biraz. Saat 9'a qədər də axı ora. Da getmirsiz, qalxım da evə. Tez ol. İndi elə eləyəcəm. Gözlə, təmiz söndü. Yandı. Yandı. Düzeldi. Ne bir gizliyir de, ne bileyim. Ayalı bu kimdi? Gizli yazır. Attık bunu bloka. Hara gəlsəm, Masazır əyləncə mərkəzinə. Orada qəşəng əyləncə mərkəzi var, oraya gedirəm. Gic gələ yazsınlar da, xəstə. Yox, uşaqlarla gedirəm. Tək əyləncə mərkəzində neyniyim, ay bacı? 32 yaşım var, eşçək boydayam. Mənim taylarım qəbirstanlıqda şeir qoyur, ayaq üstə də min yuqqada şəkil. Mən əyləncə mərkəzində neyniyim? Uşaqları aparam. Panorama
yoxdur, hə. Bəli, Gülnar xanım, səhifədə nömrə var, oraya yazın. Hal-hazırda indirimdədir, 20 dənəsi 55-ə. Mən vurduğum parfümlərdən də var qızlar. Tuxumu tapıram ki, vurum. Hanı tuxu? Deyəm, bunları bura qoyurum. Bıçağına, zadına, oğlanla. Mənə var, götü bitirərəm. Kəsdi şey. Tuxumanı heç bilirəm ki, tuxumu hara qoydum yenə. Neynədim az tuxumu? Mağardım. Şikəstim. Qaça tuxunu itirdim. Sənə qurban ol. Mən neyiniyim ayam? Mən niyə başım işlədir? Mən neyiniyim? Mən niyə bugünə qaldım ayam? Sən niyə məni bugünə qoydun? Mən indirəm. Tuxumu itirdim, bilmədim. Harama soxdum yenə. Dolu değil burada şu. Burada yer var. Işkan gelen. Bunları da soracağım eve. Ben çaldığımı ver. Neyi mi verin? Çaldığımı. Neyi yiyeceğiz? Mahkemeye vereceğiz ama onu. Mahkeme çaldığımı. Yo, niye ki kurusa qəşəyədir? Saçımı düzəldə bilərsən? Daraq. Daramadım başımı. Niye eve gittin ki be? Saçımı yudum, bədənimi yudum geldi. Allah. Öl. Ne yaptın? Öl. Azar, çor zehirmar. Zehirmar, azar. Safetka ver. Çık. Yağlı görsenler elə eləmək ilə başı ve geç. Yudum da başımı. Başımı yudum. Ay. Ben başımı yudmuş. Eləmə rədd ol da. Bak. Hadi. Demədiyim çinməginə xəstələnəcəksən. Duxu tapıram ki, vurum. Duxu yoxdur. Ha. Duxu yoxdur. Mama bana ne? Ki dişimi tıkıb. Bığlarım da var o şey. Kolu çıxart. İşte. Elleri niye gömgöydü? Bu nedir? Vurur da mən rəyimi dərqədə bir. Sən fikrin oradadır. Evdə də vurur.
O Atagil'de de vurur. Necə vurur səni? Yumruqluda da vurur. Başqa oran gəlir. Başka hiç yardım. Bir tane bu ayrım, bu ayrım. Bir görüm o əli mənə. Bu yüreğime tırmır. Gördün? Gördün? Yani o Səni yetim qalasan. Atan önün ölsün elə. Atan önün ölsün. Mən sənə atova iki kəlmə yığım söz deyim, sonra oturum. Alo. Sen bilirsen ki bu pişiyi buna göbeleği keçirdirdi. O pişiyi ne var getirip sokmusan eve? Bilirsen ki Raul göbeleği keçirdirdi. İnfeksiya düşürdü onun bedenine de. Ona heyvan olmaz. O zorpak müdürəsi. Ne var sokmusan o pişiyi eve? Ev pişiyi de olsa, küçük pişiyi de olsa ona infeksiya keçirdi bedenine. Dört gün qalıb, pişiyi orada, ne 15 dəqiqə. Heç kim telefonlarına baxanda pişiyin şəkillərini gördüm. Soxmusan o pastelə. Ölürsən də bu küçə pişiklərini gətirib soxasan evə. Gel bir zorpak al işlət də, yığ heyvanları başına. Darıxdığından bilmirsən, nə eləyəsən, heyvanlarla başını qatırsan. Bilirsən uşağın allergiyası var, gələ keçirsin xəstəlik. Heç nə, nə eləyəcəksən, heç nə eləmə, otur bax. Allah öldürsün səni, mənim qabağıma çıxan yerdə. Sən də deyən də. Hardan rast gəldim sizə, sağ rast gəlməyərdim. Ölənə qədər borc verərdim, sizi tapmayardım. Nasıl getirip sokup eve pişiyi? Ölür heyvanlar için. Gel biraz zorpak aşağı, yık heyvanlar başına otur. Yazık uşağım. bir gün kaldı ya. Demedin 4 gün kaldı. Neyime 4 gün dedi, bir gün kalır. Lazım dönməyəm qədirimi bilsin. Mən pox yemişəm, ərə getmişəm. Qələt eləmişəm, ərə getmişəm. Lazım idi mənə. Neyinirsən ərə? Otur da, axşamı satdıq da, cəmaatın da, millətin də satıram. İneyim. Ala uzaqdan iynə qoy ora. Nerede? Əl vurma. Cəmaatın da, millətin də satmalıyam onu. Beyimin geldi. Kaçırır dilersin bu. Yoktu da. Şunun görüntüyü bak lan. Bu evde oldu. Üzerimizde. Hadi çek. Nerede bir var. Çok bütün insanlar. Fırlan beli aç bir dənə. Sanırım. Görsən misən buradan danışıram. Görsən misən? Görsən misən fırlan? Ayağının ikisini də qoy ora. Ora qoy ayaqlarını. Beli ver mənə, gəl yaxına. Açqım anı. Baxın fırlan. Beli aç. Bezdirmədən məni, qurban olum oğlum dayan. 5 dəfə gəldin də. Bu yana da fırlan, fırlan. Qarnımı gətir bura. Haydi. Harun baxım gəl bura. Sevmişim. Yaxına gəl.
yaxına gəl. Yaxına gəl, söz deyirəm mən. Əsəbəşim. At onu oyana, baxım sənə. Söz deyirəm, bura gəl. Elif aşağıya Könüyü aşağı sal. Gəl bura. Könüyü sal aşağı. İndi vuracam ağzını. Belə. Ora necə olmuşdu? O evde oldu. Kolay içerim çoklu ona göre. Yox, yox, necə oldu elə? O zaman evde olanda oldu. Belə oldu. Gəl bura. O bu yurda olanda oldu. Nereden sorursan. Gəl bura, yaxına gəl. Nereden sorursan. Nenem de kalkar. Belə yara idi, nətər idi? Gəl bura. Yaxına gəl. Əlbi çək. Böyle yaraydı. Əllərimə baxın. Gətir bura. Əlbi çək. Bir şey eləyib mən bunları. Buna bir kalp girip buraya. Bu barmaqlarına olur. Bir şey. Yaxşı elə. Əcəb elədir. Yaxşı, yaxşı pox qoyursan mənim ağzıma, əlbəttə. Əcəb eləyirsən. Mənə elə lazımdır da, belə eləmək lazımdır əlbəttə. Mən qazandığımı onamına verməliyəm. Niyə də yox? Niyə də yox? Belə olmalıdır da, əlbəttə. Mən kiməm ki? İtəm də hürürəm. İtəm də hürürəm. Sən də 15-16 yaşın olanda mən səni eşitməyəcəm. Sənə nələrsə lazım olanda mən də sənə kimi olacam, eşitməyəcəm. Eşitmə qabiliyyətimi itirəcəm. Sən necə mən də elə? O əlindəki cızıqlar sənə infeksiya saldı, məndən incimə. Niye? Ondan sənə infeksiya düşdü, məndən incimə. Mən bəstü deyiləm, ondan infeksiya düşdü, qutardı da sən həyatım, vəsiyo. Bitti, banitsa, ged otur orada. Düş də aşağı. Mən burada nəyəm axı sizi üçün? Düş də day. Düş də aşağı düşün də day. Alo.
Ayaqlarında yoxdur. Neçə gün oynamısan? Neçə gün oynadın? Yatırdı səni. Yatırdı pişik səni. Gezdik. Atatürk. Mən sənə baxmayacağım. Все. Tart. Sənə baxmayacağım. Yaxşı. Gözlə. Ben su götürdüm. Yox. Elə biləm ağzım əyilir. Bakıyorum da. Elə biləm ki ağzım əyilir. Heç nə. Gel, bura gel. Yadıma gelir bunlar, bura gel. Yadıma gelir. Yadında. Yo, yadında bunlar, ne derman vururdun, yanırdın ha, ağlayırdın. Yadında, bu yadında bunlar. Yadıma düşür. Düşür yadıma. Yaxşı. Yaxşı. Bu yadında. Bax, bu günə qalacaqsan. Mən sənə baxmayacağım. Все. Mən sənə baxsam, ən axırıncı adam olaram. Qurtardı. Bax, bu günə qalır. Bax, bu günə. Bu elədiyin eləsin, bu xəstələr. Все. Qurtardı. Əcəbi, yaxşı eləyirsən, əcəbi eləyirsən. Çox sağ ol, var. Qurtardı. Mamaya bak. Yok. Əcəbi eləyirsən. Yaxşı eləyirsən. Ben saçımı yudum. Pişiklə oynayanda o başlayıb göbələyi tutmağa, başlayıb xəstələnməyə. 6 ayda müalicə alır. O çırmaqlardan bir dənə sənə infeksiya çıxıb qurtardı. Söv. Kitabım bağlandı. Yok. Tırnaktan düşüyor. Əlləri bütün çırmaqdır da. O sinəsindəki buradakı ləkə nə vaxtdandı onda? Aç göstər bacıva. Onda. Ondan qalıb səndə. Dəqiq. Pişikdən qabaq idi, yoxsa pişik evdə olandan var? Kabak. 100%. Mənə anlatma ya. Hadi yüzü bakma da. Qoy baxsın. Yok. Görsət ona, o bilir. Görsət ona. Reme bakmayayım benim göbeğim. O
O yo, onlar yo. Yuxarıda bir dənə var ha burada çırmaq kimi. Hə. O nədir? Var idi. O var idi. Bayağı qopardı gözdən. Yarı qaldı. Nə vaxt o yaraydı? Hə, yaraydı. Dəqiq yaraydı. Hə, yaradım amma çoxdan oldu. Şey var. Az mən pişik saxlayıram. Neynirəm mən pişiyi? Nə vacibdir canlıda? Neyniyək? Səninlə evdə otura bilirik ki. Səsimi atırsan başına biz də qaçırıq maşına. Bu cəmaatın içində mənim ağzımı niyə açırsan ki? Nə vacibdir canlıda? Canlıda nədən danışmalıyam ki? Canlı mənim səhifə mənim. Xoşum gəlmir çıx da. Burada da güdürsən məni. Nə var güdürsən? Otur da. Nə vacibdir canlıda? Canlıda elə bir ki bilmirik nə danışaq da. Canlıda neyniyik? Oturaq həkimliyi peşəmizdən danışaq. Söhbət eləyirik də. Uzanıb yerində başlayır iynələməyə. Evdə oturursan iynələyir. Evdən çıxırsan iynələyir. Bilmirik hansı cəhənnəmə gedək, gedişimiz olsun, gəlişimiz olmasın. Mənimlə danışana qədər sən gələ kürəkəmdə deyilən ki, sən bilirsən ki, sənin uşağın allergiyalıdır. Evə piçik nə var soxursan? Sən gələ kürəkəm və mənə söz demə. Sən gələ ona deyilən ki, evə piçik niyə gətirib soxmusan? Onun sinəsindəki ləkə çoxalsa məndən inciməsin. Mən bilmirəm elə o sinəsindəki ləkə nədir. Mama şeydən qaldı. Məndən nətə qaldı? Almışam bulanın əlində. Uşaq atanı istəyir, aparam ata gilə. Ata heyvanları gətirir, soxur evə, uşağa salır göbələk. Mən neyniyim ay Allah? Mən neyniyim ay Allah? Sənə qurban olum. Hara gedim, nətər eləyim? Bir dənə mənə qapı aç. Bir ayda bir 3000, 5000 maaş ver mənə. Eşşək kimi işləyim. Bir dənə bunlara nyanka tutum. Otursunlar da. Mən neyniyim? Necə eləyim ay Allah? Belki yoxdur. Sən ata deyən elə. Raula mənə hədiyyə pişik almışdılar. Raulun 5 yaşı var idi. Raul o pişiklə başladı oynamağa. O pişik, kəs də. O pişik barmaqlarını başladı cırmaqlamağa. Raul başladı səpməyə. Raul başladı səpməyə. Raul qaldı bu günə. Bu günə qaldı. 6 ay. 6 ay bu uşağın bütün bədəninə spirtdən də betər bir dənə yandırıcı bir şey vururdular. Ondan sonra krem vururdu. Bu boyda kremdə 60 manata. Bu boydana. O bu boyda kremi gündə 3 dəfə vurmalıydıq. 3 gündən bir 60 manat o kremə verilirdi. Həmçinin də məktəbə getmədiyinə görə hərbinə də ağaz. Fərdi müəllimə tutulmuşdu onun üçün ki, dərslərindən geri qalmasın. Tək 100 manata müəllimə. Fəridə müəllim. Ki, Raul müəllim pişik istədi. Biz pişiyi aldıq. Mən də istəyirəm. 6 ay Raul belə yara bastı Raulu. 6 ay. Yaranın içində. Yemək yiyə bilmirdi, çörək yemək olmaz, cipsi, ancaq qatıq yoğurt. Ancaq qatıq yoğurt. Olmaz axı. Mən Raula demişəm ki, Raul 16 yaşına qədər sən heç bir heyvana toxunma. Hər an uşağı bir cür dünyaya gəlir də. O tükü gedib sən boğazıma. Ağzıma soxurdum pişiyi. Ayo.
da belə. Bu da heç də gedib atası gilə, atını bir şey gətirib soxub ki, Zuzu öl canın çıxsın. Sən kimsən ki? Öl, gəbər, düş küçələrə, eşşək kimi işlə. Eşşək kimi işlədiklərimi də ver həkimlərə. Sonra eşşək kimi də otur, uşağın nəzarət vəziyyətində saxla, otur bax. Bu da mənim həyat tərzim. Bu da artıq getdi. Yaxşı eləyirsiniz mənə. Sən də, o birisi də, bu birisi də. Onsa mən neynəsəm də pis anayam, mən neynəsəm də yaxşı adam deyirəm. Mən sizin gözünüzdə beləyim. Yaxşı eləyirsiniz. Hamımızdan bezmişəm onsuz da. Yorulmuşam əlimizdən. Mən bilirəm də, mındar insanlara bu həyatda dəyər verirlər. Mındar, özü üçün yaşayan, heç kimi vecinə almayan, aylarla evə gəlməyən, gedib qıraqda, bucaqda ərə gedən, özü üçün həyatını yaşayan, elə hörmətli bir qız olur, o qədər gözəl övlad olur. Ana deyir ki, qıriyətim də sənsən, namusum da sənsən. Uşaq da deyir ki, qıriyətim də anamdır, namusum da anamdır. Elə olanda insanlar xoşlayır da, meyillidirlər. Millət meyillidir 90% ki, sən pis insan olmalısan. Sən ancaq özün üçün yaşamalısan. Özün, öz həyat tərzin. Arada bir bunları axtarmalısan. Onda uşaq deyəcək ki, bəli, baş üstə, bəli, baş üstə. Belədir də. Həyat belədir. Həyat budur. Nə qədər mundar övlad olursan, ziyan verən, evdən pul oğurlayan, evin qırqızılını satan, nəsl əqrəbəni biabır eləyən, səni parmaqla tanıyanda, elə hörmətli olursan, elə çox istəyirlər səni. Yazıq deyil, neynəsin, yazıq. Sən bir dənə ayağın büdürəsin, gör Bakı ilə sənizi bir eləyirlər. Qorxa-qorxa yaşayırsan ki, birdən hansısa oğlanla danışaram. Oğlan 2 dənə şəklimi çəkər, verər internetdə, bütün nəsil qalxar ayağa. Şəkər xəstəliyi tutur adamı boşananda, bir adamla danışanda. Adını çəkmək istəmirəm. Bir insan var, heç belə desəm tanıyanlar lazım deyil. Yəni siz tanımarsınız, ümumiyyətcə elə insanlar var ki, burada tanıyır. Bir adam var idi, biz parkda oturmuşduq, danışma ya. Sən ağzın dayanmır, Rəhimə, danışma. Bir adam var idi, parkdaydım mən, uşaqlardan orada əylənirdik Heydər parkında. Bir də gördüm ki, balaca bir qız. Bu qız mənə tanış gəldi. Heç nə demək istəmirəm. Baxdım uşağa, gözlərim doldu. Gördüm ki, o yandan da uşağın yanında yaşlı arvad var. Tanıyıram onları. Zəng elədim onun anasına. Dedim ki, sən uşağın xəbərin var ki, əlində salfetka tutur, satır. Dedi, yox. Dedim, bəs sən uşağı kimə vermirsən, xəbərin yoxdur uşağından. Dedi, var, günü 5 manata uşağıma baxırlar. Dedim, sən uşağıma baxan qadın, sən uşağı parkda salfetka satdırır. Sən xəbərin var bir ana olaraq. Dedi, yox. O uşağın danışıq qabiliyyətinə baxasan, həsəd apararsan. Adamla danışanda səsini eşidə bilmirsən. Ana uşaqdan xəbəri yoxdur. Ana özü üçün oğlanı ev tutub, yaşayır. Uşağı da günü 5 manata arvada verib, o da baxır. Yazıq, balaca bir uşaq, başını da bit basıb. O qədər uşağı çimizdirmirlər ki. Bit məndə dolu bir uşaqlıqda, bit basmaq ayıb bir şey deyil. Mənim də başımda ömür boyu bitim olub. Uşaqlardan keçirdi. Uşaqdakı bitin içində. Gör bir dəfə o uşaq səsini qaldırıb anaya deyər ki, sən məni nöş atmısan. Deyər, deməz. Deməz. Heç vaxt deməz. O bir sənə uşaq olacaq, tərbiyəli qalacaqlar.
Çünki o qayğı görməyib, sevgi görməyib. Əyləncə mərkəzləri görməyib. Yaxşı paltar görməyib. O bir uşağı olacaq ki, nümunəvi. Hara qurum ailə həyatı? 5 gün uşağı atası gilə qoyuram, pişiyi gətirir, soxur yanına. Hara qurum ailə həyatı? Necə qurum ailə həyatı? Ailə həyatı qura bilərəm. Ailəlikcə çıxarlar verişə. Bir də görərəm, biri məndil satır, biri də bit basıb oturub. Hara qurum ailə? Necə qurum? Ama sen niye damatı kızınla danışırsan? Ailə qur. Tökülüb elə. Görün qızı olaram sənə baxsam. Görün qızı olar. Atamın ruhu məni tutsun, gedim oturum qəbirstanlıqda. Sən göbələyi tutsan, mən sənə baxsam. Yaxşı. Çənəm əsri. Göbələk heyvandan keçir. Heyvandan ünsiyyətdən. Heyvanın dırnağından. Əsasən heyvanın dırnağı cırmağından keçir. Dırnağından. Mən heç kimin puluna ihtiyacım yox. Mən bir dəfə sözü deyib, başa düşsünlər, bəs edir. O iğnə vurmaqla deyil ki, keçdi, keçir, qutardı. Müalicə alırsan. İğnə ilə deyil ki, qutusu itə əl vurur. Sən də kefsən. O qutusu it üçündür iğnə vurmaq. Göbələk keçdirsə keçir. O iğnə ilə düzəl. Göbələk xəstəliyi heyvanlardan az yaşlı uşaqlara keçir. Dəriyə keçir. Dəriyə keçəndən sonra da ki spirtə oxşayan, yandıran bir şey var. Sənin o bədənindəki infeksiyanı yandırır. Elə bir ki, şaşqal kan tutursan qoluba. Necə yandırır? Elə bir şeydir. Vurursan o səpən yerlərə, yandıra. Ondan sonra o quruyur, üstündən krem vurursun. Ondan sonra da başlayırsan diyeta saxlamağa. Çipsi olmaz, çörək olmaz, şirniyyat olmaz. Antibiotik vurulmur qətiyyən. Mən elə bir həkimdə müalicə almışdı ki, Şövqü doktor. Şövqü doktor nömrə 1 doktordur, medikursdadır. Yasamalda medikursda işləyir, nömrə 1 doktordur. Yəni ondan başqa mən göbələyi bilmirəm ki, müalicə eləyir. Allah canını sağ eləsin. Bizim doktorumuz oldu. İğnə ilə müalicə eləmir. Mən onun yanına deməli 2 ay getdim. 2 ay getdim, az qala mən onunla dalaşım.
Dedi, sən nə istəyirsən? Dedim, mənim uşağım bu boyda kremlə sağalmayacaq. Dedim, mən sənə deyirəm, sağalacaq. Sən get uşağımın yeməyinə diqqət elə. Sənə nə deyirəm, onu elə. Dedim, inanmıram, həkim sizə sağalmayacaq. Dedi, 3 ay tamamında gəl. Dedim, yaxşı. Tam 3 ay oldu, yaralar başladı köz salmağa. Köz də başladı qurumağa. Getdim, 3 ay tamamında getdim, dedi, gördün. Dedim, həkim, gözüm öyrəşib antibiotiklər, iğnələr, dərmanlar ki, insan ondan sağalır da. 3 ay nə də az, 6 ay müalicə aldı. 6 ay. 6 ay müalicə aldı. 6 ay, onun paltarları ayrı yuyuldu. Dəridən dəriyə xəstəlik keçə bilərdi. Bizdən oturub yemək olmaz. Tək otururdu. O əziyyət çəkdi. Özü də bilir ki, nə əziyyət çəkib. Neyniyim mən saymırlar da, neyniyim. Özümü öldürməyəcəm ki, mən bəzi valideynlər kimi deyiləm ki, özümü övladın yolunda öldürüm. Gedim evimi satım, maşınımı satım, qızılımı satım. Məni saymayan insanlara mən özümü fəda eləyim. Fəda eləyə bilmərəm. Mənim atam yox, qardaşım yox, mənim də heç kimim yox. Bir də əlimi çiyninə qoyasa adamım yoxdur. Gör mənə nə günə qoyurlar. Necə başa salım? Bir insana necə başa salarlar ki, olmaz. Başqa nəsə istəyirəm ondan, heç istəmirəm ki. Dərslərini oxuya bilmir, deyirəm müəllimə də tutacam sənin üçün. Hər şey eləyəcəm sənin üçün. Nə istəyirəm ki? Deyirəm heyvanla oynamadım. Pis söz deyirəm. Pis söz demirəm. Pul istəyirəm. Olan alimenti ilə dolanam. Neynirəm ki? Pis şey istəmirəm ki. Çərrətdilər də mən. Çərrətdilər də mən. Axırıma çıxdılar. Çərrətdilər axırıma çıxdı. 2000'li buna. Sen çekemez ya. Lazımdır. Çox sağ ol. Çəkmə mənə video. Allah mənə da çəkdiyi dərdlərə çəkib. Lazımdır ölməni çəkəsən. Başıma deyilsin. Allah məni öldürsün. Git yapış da, git yapış, içi de kucakla, git yapış, kucakla iti. Git yapış itten de, küçük itten de, git başla kucaklayıp oturmağa. At o dönem bütün küçük itlerini yıksın eve. Yapış onu, ite bir şey ya, oturun. Kucakladım geldim. Yapış ite bir şey ya. Eleme, kapımı sındırma Ginan, kapımı sındırma. Sındırma benim kapılarımı. Ala bilmirəm heç neyi. Ne sındırırsa. Pişman. Atamın qəbirstanlıqdakı şəkillərini yığırım. Get də biraz yanımdan. Davlenim qalxıraq səni görürəm, əsəbləşirəm baxmayım. Cəhənnəmə basım, axırıncı basmağım olsun. Axırıncı basmağım olsun elə. Sizin əlinizdə. Yaltaqlıq eləmə, şalvarımı düzəltmə mənim. Mən nə deyirəm ona qulaq as. Başıma desin, yaltaqlıq eləmə mənə. Qapısı buradan deyir, o bu tərəfdəndir. Yapışma mənə. Yapışma mənə. Ayaqqabılarımı düzəltir. Evin açarını niyə heç götürmüsən? Eve nete kalkacağız? Daldandı. Yoxdur. Yox, yəni o dediyi Hə, hə, ondan olsun. Biber yoxdur. Karışık olsun, karışık. Hə, bir dənə də balaca suyumuz var, hə, suları var. Mənə də bir dənə çay füzü. Deməli, qarışıq bizdə 16-lıq, yəni balaca ölçü, 2 dənə Qardaş, market, bir də çay. Hə. Sən məmnun olsun. Heç neylə mənim də şey yox. Xıstıyım. Sağ ol aşkım. Hadi, gel buraya. Bir yana gel. Hadi, bir yana. Sındırdım, dağıttım. Gel gel.
Yanlarında burada. yoktu. Yoktu. Ağzıma öldüreceğim, girip asacağım özümü. Vuracağım yüzden başını öldüreceğim özümü. Aynen. Özümü. Qarışıqda nə deyib? Göbələk formasını bir də biber. Yok Helal dedin olsun, saskalı da dedin. Qarışıq dedi. Karşılıyor. Da göbeleği olmasın, biber olmasın. Giyerdim. Yok olsun bir tane biber olmasın. Bir tane biber olmasın. Yok. Yanda. Ha gözde de yemek gelsin sonra oynayaq da. Ben getirəm. Yanda verim pul düzeldim de. Ben. Düzeldim de pul tapım da. Yanda Mənə ver. tapım. Mənə ver. Ona yox mən. Dur rettol elə. Dur rettol. Göz yeməm. Ətir rettolu da yeməğim həyatımda kişi En olmuyor. büyük Nereden rettolu? Həyatım. Evin kişisi zaten. Ben babamla kişi çıkıyorum. Sen hadi kişi oldu. Görmürsən heç sən də. Az qızlar, bura Masazırda yerləşir. Necəsiz? Yaxşı olun aşkım. Deyən görüm, hə. Uşağı deyə burada qızlar, bir gözəl yerdə Masazırda yerləşir. Bura əyləncə yeridir. Burada var, oralarda var, yemək yerləri. En sonunda göz. Burada var, burada var. Fun deyil, yo, fun deyil. Masazırda yerləşir qızlar. Biz gidelim. Hə. Salam, necəsiz? Yaxşı olasın. 2 dənə uşaq zəhmət olmasa. Kartla olacaq. Yoxsa çəkləndi. Ora çəkləndi, hə. Fancy var. Hə, qızlar deyə bura. Deyə bura. Masazır filialdır. Bir gözəldir. Bir gözəldir qızlar. Hə. Bir gözəl yerdir, bir gözəl. Bir də yemək yeri. Bax, ad gündə keçirə bilərsiniz, bax. Bax. Qızlar, baxın, ad gündə keçirə bilərsiniz. Bax, bura. Quranadı bilmirəm. Oranı bilmirəm. Bax, burada ad günü keçirə bilərsiniz, qəşəng. Baxın. Pul yoxdur içində. Qəşəng yerdir. Maraqlıdır. Adını göstərirəm, skrin eləyin. Masazır filialı da var. Adını göstərəcəm, skrin eləyin. Şöyle, ay. Gedib oraya göstərirəm. Masazır. Masazır. Çok qəşəng yerdir qızlar. Bura bağça deyil, ay bacı. Bura bağça hardan o? Deyir bura bağça da, deyirəm bağça deyil bura. Uşaq əyləncə mərkəzidir. Necəsiz? Yaxşıyam, siz nə tərsiz? Mənə qız buradan mənə ödənişsiz bunu vermişdi mənə. İçində 50 manat var idi. Sizin deyil bu. Siz hansı? Deyən gətirim onda. Deyən kaç topundan gətirim. Deyən Tiyatro vaxtısınız. qız mənə vermişdi. Qiymətlər hə, çox münasib. Çaşmışam, qısmışam bunu əlimdə gedirəm. Deyən. Hə, bura telefonu qoyum. Qız mənə bu kart vermişdi. Hə, deyib bu. Sonra yenə verdi mənə. Ay Allah. Yoxsa bunu vermişdi mənə. Bir dənə oydu deyəsən. Yoxsa. Hə, buydu elə. Çox sağ ol ay aşkım. Uşaqlar üçün nələr? İndi sizə çəkiliş eləyərəm ay qızlar. Bir dənə gözləyim uşaqlarıma bunu təşkil eləyim, çəkiliş eləyirəm. Qızım gör, bundan mənim özümdə də var idi. Amma deyəsən qız da vermişdi. Bax gör içində var. Yoxsa neyləmişəm? Bax gör var, yoxsa. Ha deyirəm də var. Qızlar ben bir dənə çəkiliş eləyim. İndi səhifəni etiket eləyirəm sizin üçün. Yaxşı qızlar. Oldu. Etiket eləyirəm, canlıma gəlin yenidən. Hə.
Abi çek verməlidir mənə yenə də. Çek. Deyir burada var. Deyir çek. Hə, kassa qızart gözlüyün.